Salam Çinarə, sabahınız xeyir olsun. Bəli, hazırda ölkə ərazisində Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürür. Şaxta yoxdur, cənub-şərq küləyi əsir və havanın günəşli olması elə insanların istirahət günündə müxtəlif yerlərə üst tutmasına da kömək olacaq. Gözəl bir hava şəraiti var hazırda paytaxt ərazisində və gün ərzində havanın temperaturu 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civəsində olacaq. Nisbi rütubət isə 55-65% təşkil edəcək. Eyni zamanda bu cür günəşli, yağmursuz hava şəraiti rayonlarda da hökm sürəcək. Amma bəzi dağlıq ərazilərdə axşama doğru qısa müddətli yağış yağma ehtimalı da var və bəzi ərazilərdə hətta dolu düşəcəyi də gözlənir. Söhbət dağlıq ərazilərdən gedir. Rayonlarda havanın temperaturu isə 24-20-26 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə isə daha ucqar ərazilərdən söhbət gedir. Burada 10-15 dərəcə isti olacaq. Duman yoxdur, şaxta yoxdur, günəşli hava şəraiti hökm sürür və havanın yəni bu cür olması meteohəssas insanlar üçün də əlverişlidir. Onların səhhəti üçün də hər hansı problem və yaxud da risk mövcud deyil və elə istirahət günündə, şənbə günündə bu cür gözəl havada gəzmək, istirahət eləmək təbii ki, insanların haqqıdır. Həftə boyu işləyirlər və bu gündə istirahət günündə gözəl hava şəraiti onlar üçün gözəl bir fürsət yaradır və dediyim kimi havanın temperaturu 20-24 dərəcə isti olacaq gün ərzində və bu cür hava şəraiti növbəti günlərdə də bizi gözləyir. Yəni əsl yaz abu-havalı hava şəraitidir payız günlərində. Və bu da insanlar üçün əlverişli şərait yaradır. Küləyin sürətdə ötən günlərdə xəbərdarlıq olunmuşdu, çiskin olacağı ilə bağlı və artıq bu önümüzdəki növbəti günlərdə günəşli hava şəraiti hökm sürəcək. Arabir tutulma ehtimalı var, amma ümumilikdə yağmursuz olacaq. Hava şəraiti bu cürdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hava proqnozu ilə bağlı informasiyaları əldə etdik, diqqətinizə çatdırdıq və elə fürsətdən istifadə edib bu gözəl havanın dadını çıxarmaq lazımdır. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsənə məlumatları bölüşdüyün üçün, bəli, həftə sonu olduğu üçün insanlara da hava haqqında məlumat xüsusilə maraqlıdır.